Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanova Milli Məclisdə apteklərlə bağlı açıqlaması onun Səhiyyə naziri Teymur Musayevlə münasibətlərinin sərin olduğunu ortaya çıxarıb. Əmraslanov aptek bolluğunun ciddi problemlər yaratdığını vurğulayaraq səhiyyə sahəsindəki çatışmazlıqları tənqid edib. Əhliman Əmraslanov açıqlamasında qeyd edib, bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görürük. Məsələn, bir binanın altından bir neçə aptek fəaliyyət göstərir. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur. O, Səhiyyə naziri Teymur Musayevlə də bu məsələni müzakirə etdiyini bildirib. Bu açıqlamadan sonra İctimai Televiziyanın Sabaha Saxlanmayaq verilişində məsələ müzakirəyə çıxarılıb. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Feyzullayev Əhliman Əmraslanovun açıqlamalarını təksib edərək Azərbaycanda aptek sayının əhalinin ehtiyacına uyğun olduğunu vurğulayıb. Feyzullayevin sözlərinə görə Bakıda 5 milyon insan yaşayır. Aptek bolluğu normaldır. Halbuki rəsmi məlumatlara görə Bakıda əhalinin sayı 3,5 milyon civarındadır. Bu açıqlama Səhiyyə sisteminin ağsaqqallarından biri hesab olunan Əhliman Əmraslanovla Səhiyyə naziri arasında yaranan qarşıdurmanı ortaya qoyur. Əhliman müəllim səhiyyə sistemindəki problemləri qabartması nazirin xoşuna gəlməyib və ona Səid Feyzullayevin vasitəsilə cavab verib. Aptek çoxluğu bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da ticarət maraqları və tənzimləmənin zəifliyi ilə bağlıdır. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə hər 3000-3500 nəfərə bir aptek xidmət eləməlidir. Lakin Bakı şəhərində təxminən 3000-dən çox aptek fəaliyyət göstərir. Bu isə normadan 3-4 dəfə çoxdur. Bəs aptek sayının çox olmasının əsas səbəbləri nədir? Ticarət maraqları. Aptek sektoru Azərbaycanda yüksək gəlirli sahəyə çevrilib. Xüsusilə paytaxt Bakıda tələbat böyük olduğundan aptek açmaq çox sərfəlidir. İkincisi, tənzimləmənin zəifliyi. Apteklərin yerləşməsi və sayı ilə bağlı ciddi məhdudiyyət və strateji planlama olmadığı üçün demək olar ki, istənilən nöqtədə aptek açmaq mümkündür. Üçüncüsü, əhali yaşlanması və xroniki xəstəliklərin artması. Xüsusilə şəkər, ürək-damar, onkoloji və tənəffüs xəstəlikləri artdıqca dərman ehtiyacı da çoxalır. Bundan əlavə, apteklərin qanuna uyğun fəaliyyət göstərməsi məsələsində də ciddi problemlər var. 1. Aptek açmaq üçün rəsmi lisenziya tələb olunsa da bəzi apteklər sənədləri tam qaydasında tamamlamadan fəaliyyətə başlayır. İkincisi, qanuna görə aptekdə mütləq ixtisaslı əczaçı olmalıdır, amma bəzi apteklərdə bu şərt formal olaraq yerinə yetirilir. Üçüncüsü, dərmanların satış qaydasında da ciddi problemlər var. Resepsiz satılması qadağan olan dərmanlar belə bəzən sərbəst şəkildə satılır. Əhliman Əmraslanovun apteklərlə bağlı tənqidlərinin ardınca bu məsələnin çox mühüm bir aspekti də üzə çıxır. Aptek sayının azaldılması peşəkar kadr çatışmazlığının aradan qaldırılmasına böyük təsir göstərə bilər. Çünki apteklərin sayı azaldıqca ixtisaslı kadrların həmin apteklərdə cəmlənməsi və onlara daha yüksək əmək haqqı təklif etmək asanlaşır.